Hər oyun nələrsə öyrədir. Müəyyən bir biznes mühiti yaranır. Mənim şuurum dəyişdi. İnsanları idarə eləmək üzərindən işimizi qururuq. Xaosu artıq biz bir qarışıqlıq kimi görmürük. Və yaxud seçim edəndə baxsaq ki, buna analiz lazımdır. Sağ olun, sözünü deyəcəksiniz. Halbuki mən o vaxt 3-4 ay ərzində ki, burada hamımız geliyor. rəqəmlərlə Sizin vaxtınız var. Onlar sizin vaxtınız var. Həmən xaosda ağıllı biznes imkanlar tuta bilir. Hansı ki, mən necə yanaşıram və sonrasında orada öz səhvlərimi görüb nəyi düzəltməyə çalışıram. Bu çox ciddi mənə təsir edirdi. Bu sanki məndə kimsə bir ayna tutdu. Həmin o aynadan özümü gördüm və çox böyük dəyişikliklər olmağa başladı. Beynimizi məcbur edir ki, yaxşı ideyalar fikirləşək. Qısa bir müddət ərzində bir insanın özünü görməyi və o görməyi qəbul etməyi, həzm etməyi həqiqətən də böyük bir yaxşı məndə ürək tələb edir. Əsas adama, məsələn, rəhbərin idarə etmədəki səhvlərini daha rahat görə bilirsən. Oyun hədəf olaraq sahibkar və biznesmenlər üçün nəzərdə tutulsa da, korporativ mühitdə çalışanlar üçün də çox faydalı ola bilər. Çarx oyunu çox qısa bir zamanda səni və ətraf mühiti sənə tanıtdırır. Əla. Mən anladım ki, bu idarə etməklə olmur, yəni. Bu həqiqətən transformativ bir inkişaf necə deyim, bir modelidir. Başqalarını idarə edən adamların özləri nə durumdadır? Mənim üçün çox əhəmiyyətli idi. Həyatda bəlkə bir 5 ildə başına gələcək bir təcrübəni orada 5 saatın içində qazanırsan da. Hər dəfəsində, məsəl üçün, müəyyən bir fərqindəlik məndə baş verib ki, Sırf bu çarx oyunun da mənə qatqısı odur ki, mən 15 nəfər insanın hansı roldan hansı rola girdiyini görə bildim. Çarx oyunu elə bir mühit yaradır ki, həyatda necəsən orada da elə.